Yenilik Yaz xəbər verir ki, əməkdar artist Dilarə Əliyeva Uzun Sözün Qısası layihəsində qonaq olarkən mərhum həyat yoldaşı Soy Production'ın rəhbəri Oqtay Əliyev barədə duyğusal fikirlər səsləndirib. Aktrisa bildirib ki, Oqtay Əliyev sağ olsaydı, bugünkü Dilarə ilə qürur duyardı. Oqtay sağ olsaydı, bugünkü Dilarə ilə fəxr edərdi. Dilarə Əliyevanın sözlərinə görə həyat yoldaşı onun xarakterini, davranışlarını və özünəməxsusluğunu hər zaman olduğu kimi qəbul edib və dəstəkləyib. Aktrisa deyib ki, Oqtay onun danışığını, gülüşünü, zarafatlarını, geyim tərzini və bəzənməyini sevən, onu olduğu kimi qəbul edən insan idi. Oqtay mənim danışmağımı, gülməyimi, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. Heç vaxt mənə belə ol, elə ol deməzdi. Məni məhz olduğum kimi sevirdi. Əməkdar artist vurğulayıb ki, insan yaşadığı itkilərin və çətinliklərin mahiyyətini dərhal dərk etmir. Bunun üçün zaman lazımdır. Onun sözlərinə görə yaşanan acıların, ayrılıqların və həyat dərslərinin mənasını anlamaq müəyyən bir dövr keçdikdən sonra mümkün olur. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Hər şey birdən-birə dərk olunmur. Zaman keçdikcə həm güclənirsən, həm də başa düşürsən ki, həyat səni başqa bir Dilarəyə çevirib. Səmimi açıqlamaları ilə diqqət çəkən Dilarə Əliyeva həm şəxsi həyatında yaşadığı ağrılardan, həm də bu ağrıların onu daha möhkəm və güclü bir insan etməyindən danışaraq tamaşaçıları duyğulandırıb.